Salam hörmətli həmkarlar. Bugünkü video dərsimizdə sizlərə direktorların işə qəbulu imtahanında müsahibə mərhələsində bizlərə sual veriləcək mövzular haqqında danışacağıq. Liderlik və idarə etmə, ünsiyyət bacarıqları və s. və ilaxır. Təbii ki, bu video bir neçə hissədən ibarət olacaq. İndi bugünkü video dərsimizdə sizlərə liderlik və idarə etmə haqqında danışmağa çalışacağam. Bildiyimiz kimi artıq direktorların işə qəbulu imtahanı artıq yeni formatda tətbiq olunacaq. Müsabiqə iki mərhələdən ibarətdir. Sənədlərin yoxlanılması, bir də müsahibə mərhələsi. Burada 500 plus məktəblər, 500 minus məktəblər məsələsi var. Yəni bunun haqqında danışmayacağam, çünki kifayət qədər mediada bununla bağlı yazılar gedib, bununla bağlı fikirlər səslənilib və s. və ilaxır. Yəni, bugünkü sırf videonun məqsədi, mövzusu liderlik və idarə etmə olacaq. Liderlik anlayışı nədir? Liderlik insanların fəaliyyətinə təsir göstərmək, onları ortaq məqsədlərə yönəltmək, eyni zamanda motivasiya etmək bacarığına liderlik anlayışı deyirik biz. Fikir verin. Yəni, ola bilər, bilirsiniz, bax, belə bir yanaşma deyim mən sizə, çox resurs ola bilər. Amma bütün resursların içində ən çətini insan resurslarının idarə edilməsidir. Biz sonunda məktəbdə insanla işləyirik və bu insan sıradan bir insan deyil, yəni ziyalı bir insandır və sən bunu belə formada bacarıqlarından istifadə etməlisən ki, müəssisəyə, necə deyim, faydası olsun, faydası dəysin deyə. Aydındır? Yəni, liderlik anlayışının əsas məqsədi, dediyimiz kimi, işçiləri, yəni onları, yəni işçilərimizə söhbət gedir, ortaq məqsədlərə yönəltmək, motivasiya etmək bacarığına liderlik anlayışı deyirik. Təhsil müəssisəsində liderlik, müəllim, şagird, valideyn, yəni bunların birgə fəaliyyəti nəticəsində məktəbin inkişafını təmin edən dəyərlər əsasında idarəetmə bir prosesidir, idarəetmə prosesidir. Yəni, burada sırf müəllimdir, şagird, yəni burada aspekt etibarı ilə valideynin rolu da önəmlidir. Yəni, lider valideynindən də faydalanmalıdır müəssisənin inkişafı üçün. Aydındır? Daha sonra liderlikin yaxşı növləri var. Liderlik təkcə elə söz ifadə olunmalı deyil axı. Liderlik var, misal üçün avtoritar liderlik var, demokratik liderlik var, liberal liderlik var, xarizmatik liderlik var və s. və ilaxır. Yəni liderlikin növləri sual olaraq müsahibə mərhələsində sual verilsə, bu formada da izah edə bilərsiniz. Yaxşı, liderlik bacarıqları nədir? Liderlik bacarıqları strateji düşünmədir, effektiv kommunikasiyadır, motivasiya bacarığıdır. Ən önəmli olan hissə bax budur, motivasiya bacarığıdır. Qərar vermədir, konfliktlərin idarə edilməsidir, dəyişikliklərin idarə olunmasıdır, empatiya və dinləmədir. Baxın, biz dedik ki, sıralamalarımız içərisində, yəni bacarıqlardan söhbət gedir, motivasiya önəmlidir. Amma motivasiya qədər də empatiya və dinləmə də bir o qədər önəmlidir. Çünki sən qarşındakı insanın empatiya qurmasan və ya onu dinləməsən, onun problemlərini bilməyəcəksən. Və bu da sonda nəyə gətirib çıxaracaq? Konfliktə. Və konflikt olursa, yəni söhbət əmək mübahisəsindən gedir də. Bu zamanda nə olur? İşçi bəzən tətil də edə bilər. Könüllü şəkildə işindən tam və ya qismən formada. Yəni, bura qədər gedə bilər. Və belə deyim, dövlət mülkiyyətidirsə sənin çalışdığın müəssisə, mülkiyyət növünə görə, sən artıq burada lockout edə bilməzsən. Müəssisəni bağlayası deyilsən ki, bu qadağandır çünki, düzdürmü? Yəni, istənilən halda liderlik bacarıqları içində empatiya və idarə etmədə dinləmə bacarığı önəmlidir. Yəni, sən bunu etdikdən sonra artıq motivasiya verə bilərsən. Yəni, sən insanı tanımırsan, heç bir şəxsi fikrin yoxdur onun haqqında, çox savadlı bir insandır eyni zamanda, problem var. Sən onu dinləməsən, sana heç cür motivasiya verə bilməzsən. Sən effektiv kommunikasiya qura bilməyəcəksən, strateji düşünə bilməyəcəksən. Hətta sən strateji düşünsən belə, yəni sən onu icra edə bilməyəcəksən və sonda problemlərə gətirib çıxaracaq. Əslində, belə deyim mən sizə, strateji düşünmədir, effektiv kommunikasiyadır və s. bacarıqlar, bunlar ayrı-ayrı bir mövzudur, geniş bir mövzudur. Amma bu birinci hissə olduğu üçün dərslərimizdə sadəcə olaraq anlayış olaraq mən sizə izah eləməyə çalışacağam. Növbəti dərslərimizdə təbii ki, strateji düşünmənin nə olduğunu, effektiv kommunikasiya əlaqəsi necə qurula bilər, bunun haqqında, motivasiya bacarığı nə deməkdir, qərar vermə çox önəmli bir məsələdir. Niyə görə? Çünki bir lider, bir rəhbər
qərarın effektinə görə müəyyən edilir. Yəni sən nə qədər güclü rəhbərsən, sənin verdiyin qərarlardan asılıdır. Aydındır? Bir də idarəetmə anlayışı var. İdarəetmə anlayışı nədir? Mən sizə izah edeyim. İdarəetmə anlayışında ən önəmli məsələ məqsədlərə nail olmaq üçün, bax diqqətlə fikir verin. Məqsədlərə nail olmaq üçün resursların planlaşdırılmasıdır. Təşkilidir, motivasiyasıdır. Eyni zamanda nəzarətin həyata keçirilməsinə idarəetmə anlayışı da deyə bilərik biz. Yəni ümumi təhsil məktəbində idarəetmə tədrisdir, tərbiyədir, təsərrüfat fəaliyyətidir. Yəni bunların əlaqələndirilməsi formasında həyata keçirilə bilər. Yəni birin belə deyək, Lorla deyək də, axsatsan digər işin getməyəcək. Aydındır? Ola bilər sənin çox yaxşı kadrın ola bilər. Çox güclü müəllim heyətin var sənin. Amma təsərrüfatda problemin varsa artıq effekt verməyəcək. Və yaxud sənin çox yaxşı, belə deyim mənsə, təchizatın möhtəşəmdir, superdir. Amma kadr çatışmamazlığın var. Və ya kadr idarə edə bilmirsən. Artıq sənin işində hətta strateji düşünsən də belə axsamalar baş verəcək. Bu da təbii ki, fəsadlarla nəticələnir. Sonda da qoyulan hədəflərə, qoyulan məsələlərə, planlara gedib çatmamaqla nəticələnir. Yaxşı, idarəetmə funksiyaları nə deməkdir? Bu da müsahibə mərhələsində ən çox verilən suallardan biridir. İdarəetmə funksiyaları nədir? Misal üçün, sualları sadala. Planlaşdırmadır, yəni məqsədlərə və vəzifələrin müəyyən edilməsidir, təşkil etmədir, resursların bölgüsüdür, komandanın təşkilidir. Motivasiya nədir? Motivasiya misal üçün işçilərin fəaliyyətinə həvəsləndirmədir. Biz həvəsləndirməni necə apara bilərik? Həvəsləndirməni təbii ki, təşəkkürnamələrlə və kollektiv qarşısında onları necə deyim mən sizə təbrik etməklə və sair və axır formada biz insanları, yəni işçilərimizi motivasiya eləyə bilərik. Başa düşürsünüzmü? Yəni həvəsləndirmə məsələsidir. Bir də var ki, nəzarət. Bu idarəetmə funksiyalarının içində ən vacib olan məsələlərdən biridir. Çünki nəzarət nəticələrin qiymətləndirilməsidir, hesabatlılıqdır. Yəni nəzarət olmasa sən hədəfə yenə deyirəm gedib çata bilməyəcəksən. Koordinasiya isə məktəb daxili əlaqələrin tənzimlənməsinə deyilir. Koordinasiya da vacib olan məsələlərdən biridir. Bunu da yadda saxlayın. Məktəb idarəetməsinin prinsiplərinə gəldikdə isə belə bir sual da verilə bilər ki, bizə məktəb idarəetməsinin prinsipləri necə aparılır? Nədir ümumiyyətlə? Say, misal üçün. Sən avtomatik olaraq qanunvericilikdir, yəni qanunilik prinsipidir, şəffaflıqdır, hesabatlılıqdır, ədalətlilikdir, iştirakçılıqdır, innovativlikdir, məqsədyönlülükdür. Bunlar məktəb idarəetməsinin prinsipləridir. Bunlar vacib olan bir məsələdir. Bir şey də yadda saxlamalıyıq ki, müasir idarəetmə yanaşmaları içində strateji idarəetmədir. Bu strateji idarə etmə uzunmüddətli inkişaf planının hazırlanmasıdır. Bir var taktika, bir də var strategiya da, düzdürmü? Strategiya uzun müddətli olur. Yəni strateji düşünmədən söhbət. Və sən strateji düşüncəyə, yəni qoyduğun məqsədə müxtəlif taktikalarla, yəni taktika deyəndə yəni yanlış anlaşılması, yəni müxtəlif prinsiplərlə belə deyək, gedib çata bilərsən. Aydındır? Yəni burada heç bir problem yoxdur. Amma strateji idarə etmə uzun müddətli idarə etmədir. Yəni burada taktika və yaxud prinsip, yəni vahid olaraq strateji idarə etmə ən önəmli bir funksiyadır. Biz bunu icra etməliyik. Layihə yönümlü idarə etmələr də ola bilər. Layihə yönümlü idarə etmə nədir? Misal üçün, konkret məqsədlərin layihələrlə həyata keçirilməsidir və ya təlimlərlə həyata keçirilməsidir. İnsan resurslarının idarə edilməsi də müasir idarə etmə yanaşmalarından biridir. İnsan resurslarının idarə edilməsi, az öncə də vurğulamışdım, çox vacib olan, çox əhəmiyyətli olan bir prosesdir. Çünki müəllimlərin inkişafı, motivasiyası önəmlidir. Niyə? Həm onların özü üçün, həm də müəssisə üçün, yəni məktəb üçün. Sənin nə qədər müasir metodlardan istifadə edən kadrların olsa və ya işçilərin olsa, bir o qədər sənə faydadır. Eyni zamanda sənin müəssisəyə faydadır. Aydındır? Keyfiyyətin idarə edilməsi isə fəaliyyətin keyfiyyət göstəriciləri üzrə təkmilləşdirilməsidir. Keyfiyyət təbii ki, sonda olan bir prosesdir. Sadalandıqlarımız icra etdikdən sonra ən birinci strateji düşünmədir, çünki uzun müddətlidir. Uzun müddətli düşüncələrdə, bacarıqlarda artıq sən keyfiyyət məsələsini qaldıra bilərsən.
qaldıra bilərsən, yəni necə yəni qaldıra bilərsən? Yəni yüksəltmə məsələsi deyil də, yəni keyfiyyətli məsələsi o deməkdir ki, sən bu il ərzində İbrahim sən nə etmisən, nə kimi sən hədəflərə çatmısan və sair və axır. Yəni keyfiyyəti qaldırmaq deyəndə bu nəzərdə tutulur. Daha sonra effektiv idarə etmə var ki, effektiv idarə etmə ola bilər dürüstlük, etibarlılıq, ədalətlilik, obyektivlik, qətiyyət və ya məsuliyyət, eyni zamanda empatiya, empatiya çox önəmli bir məsələdir. İnnovasiyalara açıq olmaqda. Çox təəssüflər olsun ki, bəzi təhsil müəssisələrinin rəhbərləri İKT bacarıqları yoxdur. Yəni necə deyim, müasir texnologiyalardan bir o qədər də istifadə edə bilmir. Fikir versiniz, məktəblərdə əlaqələndiricilər adətən kimlərdən təşkil olunur? Ya məktəbin katibəsi olur, ya İKT laborantı olur və ya İKT bacarığı olan X bir şəxsdən olur. Aydındır? Amma belə konkret olaraq danışsaq, katibənin əmək funksiyası sırf elə əlaqələndirici olmaq deyil və ya İKT laborantının əmək funksiyasında əlaqələndirici olmalı deyə bir şey yoxdur. Sadəcə kömək məqsədinə əlavə bir xidmət kimi təbii ki, tərəflərin razılığı əsasında olan bir prosesdir. Amma çox yaxşı olar ki, məktəb rəhbərlərində də müasir texnologiyalardan istifadə etmə bacarıqları inkişaf etsin və ya etdirilsin. Bu da ki, təbii ki, şəxsin öz üzərində çalışması və ya müxtəlif təlimlərə qoşulmasından əldə edilə bilər. Yaxşı, təhsil liderinin əsas rolu. Yəni təhsil sahəsində lider deyəndə yəni rəhbərdən söhbət gedir də. Məktəbin missiyasını və ya vizyonu formalaşdırmaqdır. Yəni istənilən halda sən özündən yeni kəşflər də edə bilərsən, kreativ düşüncələr də gətirə bilərsən. Bunlar konkret olaraq müsahibə mərhələsində soruşulan bir məsələlər olduğu üçün çox üzərində dayanıram. Komanda işi və ya əməkdaşlığa inkişaf etdirməkdir. Komanda işi deyəndə yəni vahid məqsəd üçün toplanmış necə deyim, insan resurslarından söhbət gedir. Yəni eyni amal uğruna, eyni məqsəd uğruna çalışan şəxslərin birliyindən söhbət gedir. Aydındırmı? Yəni məsələ bundan ibarətdir. Tədris keyfiyyətini artırmaqdır, valideyn və ictimaiyyətlə əlaqələri gücləndirməkdir. Burada bir şey deyim mən sizə, valideyn və ictimaiyyətlə əlaqələri gücləndirmək nədir? Çox zaman bunu valideyn komitələri ilə əlaqələndirirlər. Əslində qanunvericiliyimizə uyğun olaraq komitədir, ictimai birliklərdir və bu kimi təşkilatlar Ədliyyə Nazirliyinin reyestr qeydiyyatından keçməlidir. Amma çox təəssüflər olsun ki, demək olar ki, bütün təhsil müəssisələrinin valideyn komitələri heç birisi Ədliyyə Nazirliyinin reyestr qeydiyyatından keçmir. Yəni valideyn komitələri əslində Sovet təhsil sistemindən bizə gəlib çatan bir qəlbdir. Yəni qəlblər də olar. Və yaxud da ki, valideyn iclası. Valideyn iclası adətən ümumiyyətlə iclas nədir ümumiyyətlə? İclas yəni tabeliyində olan işçilərlə və ya tabe olduğu qurumla təşkil olunan bir prosesdir. Yəni adətən işçilərlə və ya tabe olduğun şəxslərlə təşkil olunan bir prosesdir bu. Yəni valideyn axı məktəbin əməkdaşı deyil. Yəni işçisi deyil. Sən ona necə iclas keçirə bilərsən? Təbii ki, bununla bağlı sinif rəhbərlərinin və digər şəxslərin təşkilat saatları müəyyən edilir. Buna uyğun şəkildə bu proses aparılmalıdır. Daha sonra bizim üçün lazım olan ünsiyyət və təqdimat bacarıqlarıdır. Ünsiyyət və təqdimat bacarıqları deyəndə, belə deyim mən sizə, ümumi təhsil məktəblərində direktorlar üçün ünsiyyət və təqdimat bacarıqları hazırki və faktiki dövrdə çox önəmli bir məsələdir. Belə deyim mən sizə, cəmiyyətdə son zamanlar, belə deyim, istər müəllimə, istər məktəbə qarşı bir növ aqressiya formalaşır. Yəni, niyə görə aqressiya formalaşır? Mən sizə izah edeyim. Çünki ünsiyyət bacarıqlarının və məsələlərin təqdim edilməsi barəsində bir növ rəhbərlər, belə deyim, mən öz fikrimi bildirəm. Təbii ki, bunu mən hər bir rəhbərə aid etmirəm. Müəyyən bir qismdən söhbət gedir. Bir növ aqressiv yanaşırlar. Yəni, aqressiya və ortamda, belə deyim də sizə, problemlər yaradır. Ünsiyyət bacarıqları da vahid, belə deyim, məsələlərdən biridir. Yəni bunun mahiyyəti nədir? Ünsiyyət bacarığı, yəni insanların fikir, hiss məlumatdır, təcrübədir. Bunların mübadiləsi prosesinə deyilir. Yəni ünsiyyət prosesi. Yəni sənin danışıq tərzin, yəni ola bilər ki, elə valideyn var, ondan sən akademik üslubda danışarsan. Elə yəni qarşındakı insan səni rahat formada başa düşə bilər. Amma bu balans eyni deyil axı. Başa düşürsən, yəni bu balans eyni olmadığı üçün sən artıq bir növ ekvalizer effekti ilə oynamalısan da. Yəni necə deyim, aşağıda düşə bilərsən, yəni yuxarıda qalxa bilərsən. Yəni bir növ oynaq bir prosesdir. Yəni balanslı bir şey deyil bu.
Məktəb direktoru üçündəki ünsiyyət bacarığı idarə etmənin əsas komponentlərindən birini təşkil edir. Təkcə məktəb direktoru üçün deyil, bu direktor müavinləri üçün də belədir. Ümumiyyətlə rəhbər vəzifədə çalışanların hər biri üçün bu önəmli bir məsələdir. Yəni məktəb direktoru və ya müəllim, yəni şagirdi, valideynlərlə həm də yuxarı idarəetmə orqanları ilə effektiv ünsiyyət qurmağa bacarmalıdır. Yəni bu birmənalı olaraq belədir. Çünki belə deyim, təhsil sahəsi elə bir sahədir ki, burada zehni işdən söhbət getdiyi üçün bəzən insanlar həddindən artıq aqressivləşə də bilərlər. Yəni qarşındakı insanla sən empatiya hissini düzgün şəkildə qurmalısan. Sən empatiya etməlisən, məcbursan buna. Ünsiyyətin əsas formaları ki, şifahi ünsiyyət var, yazılı ünsiyyət var, bir də qeyri-verbal ünsiyyət var ki, buna qeyri-verbal ünsiyyət nədir? Bədən dilidir, mimikadır, jestdir. Yəni bunların özü belə önəmlidir. Yəni şifahi ünsiyyətdə ən çox necə deyim, qeyri-verbal ünsiyyət formasından istifadə edirik də biz. Düzdürmü? Jestdir, mimikadır, tondur, səsin tonudur, intonasiyadan söhbət gedir, bədən dilidir. Bunlar da belə deyim, vacib olan arqumentlərdən biridir. Ünsiyyət prosesinin mərhələləri də ki, məqsədin müəyyənləşdirilməsidir, məlumatın planlaşdırılmasıdır, daha sonra mesajın göndərilməsidir, qarşı tərəfin reaksiyasının öyrənilməsidir və ya əlaqələrin möhkəmləndirilməsidir. Bunlar hamısı ünsiyyət prosesinin mərhələləri hesab edilir. Videonu çox uzun çəkmək istəmirəm. Bu videoda əsas məqsəd liderlik və idarəetmə bacarıqlarından söhbət etməkdir. Çünki yenə də bir daha qeyd etmək istəyirəm ki, direktorların işə qəbulu, müavinlərin işə qəbulu və ya rəhbər şəxs məktəbdən kənar, sinifdən xaric uşaqlar təşkilatçı rəhbərin imtahanı artıq müsahibə mərhələləri ilə təşkil olunacaq. Yəni müsahibədə bunlar sizlərdən soruşulacaq. Videonu bəyənib kanala abunə olsanız və öz fikirlərinizi videonun şərh bölünməsində bildirsəniz şad olaram. Növbəti video dərslərimizdə yəni bildirdiyiniz fikirlərə uyğun olaraq, yəni onları nəzərə almaqla yeni dərslər də təşkil edəcəm, yəni çəkəcəm video formatında. Çox sağ olun.